Deyir, göylərə dedik, ey göylər, açın, buraxın suları yerə. Torpağa dedik ki, çıxardın üzə suları. Beləliklə 40 gün 40 gecə yağış yağdı və Nuh tufanı yarandı. Belə olur hər şey. Proseslər belə baş verir. Sadəcə bu dəfə biraz fərqli olacaq. Bu dəfə deməli layihə nə fərqli? Bizi öldürmək istəmirlər. Bizi sadəcə xilas eləmək istəyirlər. Bir-birindən ayırmaq istəyirlər. Sevgi ilə yaşayanlarla, qorxu ilə yaşayanları bir-birindən ayırmaq istəyirlər. Çünki qorxu dövrünün vaxtı getdi. Artıq o enerjilərindən yaratmağın heç bir yeri yox. Sevgi enerjisini yaratmaq lazımdır. Sağlı olsun, yeni dövrün yeni yarattığı həyatda görüşənədək.